Bir çox psixoloji narahatlıqda ən böyük problem bilirsiniz nə olur? Ümidsizlik, depressiya, təşviş pozuntusu və digər psixoloji narahatlıqlar sizi o qədər ümidsiz hiss elətdirə bilir ki, siz nəsə eləmək belə istəmirsiniz. Psixoloqa getmək ya da həkimə getmək, hər hansı bir insanla məsləhətləşmək ya da özünə yardım kitabı oxumaq, tamamilə heç nə etmək istəmirsiniz. Çünki hər bir şeyin faydasız olduğunu düşünürsünüz. Tamamilə ümidsiz və düzəlməsi mümkün olmayan ağır bir patologiyaya sahib olduğunuzu düşünürsünüz. Hətta bir çox pasiyentim mənə deyib ki, bundansa ölümcül bir xəstəliyim olsaydı daha yaxşı olardı. Və müəyyən qədər onları başa düşə bilirəm. Ən ağır xəstəlikləri yaşayan insanların belə sağalmaq üçün ümidləri olur. Həkimə gedirlər, müalicə edirlər, nəsə edirlər. Amma psixoloji narahatlıqlar sizin ümidinizi tamamilə əlinizdən ala bilir. Amma sizə mütəxəssis sözü: İnanmayın, bu düşüncələrə inanmayın. Mənim həyatım heç vaxt yaxşı olmayacaq, mənim vəziyyətim heç vaxt düzəlməyəcək, mən tamamilə ümidsiz bir vəziyyətəm, heç kim mənə kömək edə bilməz və s. və ilə axır. Bu düşüncələrinizə inanmayın. Bu düşüncələr sizə təşviş pozuntusunun ya da depressiyanın düşündürdüyü şeylərdir. Və bu psixoloji narahatlıqlar yalançıdırlar. Dünyanın ən böyük yalançıları ola bilərlər, onlara inanmayın. Mənə inanın. Yəni psixoloqlara, yəni psixologiya elminə, yəni ümumilikdə elmə. Elm nə deyir? Bu psixoloji narahatlıqlar doğru terapiya ilə və doğru psixoloji sosial dəstəklə tamamilə aradan qalxa bilirlər. Karyeram boyunca saysız hesabsız öz vəziyyətlərinin ümidsiz olduğunu düşünən pasiyentlərim olub. Və bu yaxınlarda biri ilə terapiyanı yekunlaşdırdıq. Çünki artıq özünü yaxşı hiss edirdi. Amma mənə ilk gəldiyi günü xatırlayıram. Mənə eyni ilə bu cümləni demişdi: Yəqin ki, sizin ən çətin pasiyentiniz mən olacağam. Ən çətin pasiyentim o deyildi və onun vəziyyətdə düşündüyü qədər ümidsiz deyildi. Sizin də vəziyyətiniz düşündüyünüz qədər ümidsiz deyil.